Salam dostlar. Bugün sizlərlə 07'nin arxa şüşəsini necə pərdə eləmək olar onu göstərəcəm. Yəni gəlin keçək. Aşağıdan like atıb abunə olmağı da unutmayın. Birinci bunu götürüyük 1900 manatadır. Bunu götürüyük balacalaşdırırıq. Vəbşə belə eləyək. Şimdi bunu silin. Birinci arxasına belə 100 manatlıq olanını alırsınız. Qoyursunuz, qara rəng eləyirsiniz onu. İndi mən görsənsin deyə belə eləyirəm. Tez eləyək. Hardasa bu mənim birinci videomda, ona görə birinci videoya qəşəng like, abunə gözləyirəm. Like, abunə atsaz, neyniyək? Bu 07 hər yığana video çəkəcəm. Yəni, məsələn, indi pərdə düzəldirəm, videosunu çəkirəm də onun. Elə nə düzəlsəm elə çəkəcəm. Yəni, siz də öyrənəsiniz. Bəziləri var, bilmir, mən də bilmirdim əvvəl. Amma indi bildim, sonradan düzəldə bilirəm. İndi bu 39 eləyin. Görək necə durur. Elə 39'da qalsın. İndi bu birini götürdük, kənara qoyduq. Yandan bunlardan düzürük belə. İndidən siz sıxılmayın deyə mən tez bazar eləyim. Ara qoyaq, ondan kopyala. Bunu da belə qoyduq. Bax, burada diqqətli olmaq lazımdır. Bəziləri olur ki, burada çıxıntı zad olur. Onu qoymur. İndi bunu da kopyalayırıq 4 dənəsini. Gəldik bu izə. Belə qoyuruq. Əgər pulunuz, mən bayaq 07'mi satdım, bu versiya 07'm var idi mənim. Onu satdım, indi təzəsini yığıram. Nəsə ləzzət eləmədi də. Yəni, məni tanıyanlar bilmişdi də. Əvvəlki videolarımdan 07'nin 2 təkəri qəşəng idi, amma bu versiyada nədirsə alınmırdı. Mən də bilmirəm hansı videodan götürmüşəm 2 təkəri ayarını. Bunu da belə kopyalayırıq. Gətiririk bunu. Gətirdik. Qoyduq belə. İndi videomuz bu qədər idi. 3 dəqiqəyə belə qəşəng pərdədə düzəltmək olar. Bunu pərdənin üstündə bəzi gerb işarəsi zadı var, yazılar var, mənalı sözlər var. Onları da yazarıq, 2 təkər ayarda düzəldərəm, çəkərəm 2 təkər ayarında. Bu günlük videomuz bu qədər idi. Sağ olun. Aşağıdan like atıb abunə olmağı unutmayın. Bay bay.